Bu tip misalların edilməsi üçün ədəd oxundan istifadə edilir. Ədəd oxuvu çəkirsən. Çəkdin ədəd oxuvu. Qoydun ortadan sıfırlı yazdın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bəsdir. -1, -2, -3, -4, -5. Yetərlidir. Baxırsan şərtlərdə, ədəd oxunda. Deyir ki, x böyükdür 5 olan şərtlər. X 5-dən böyük olanlar hansı tərəfi ödəyir? Baxıram ki, bu şərt bu tərəfi ödəyir. Bu mənim üçün bir şərt. Düzdürmü? Deyir ki, ən az neçə şərt bloku olmalıdır. Bu mənim üçün birinci bir şərt bloku. 5-dən böyük olanlar. Sonra deyir ki, bura baxıram. X kiçikdir 1-dən olanları. 1-dən olanlar nədir? 1-dən kiçik olanlar. Bax bu tərəf. Düzdürmü? Bu mənim üçün bir şərt. Bu da bir şərt, yəni. Sonra baxıram əlimdə qalan ədədlərə. Nə qalıb mənim əlimdə? 1, 2, 3, 4. Düzdürmü? Bax, yadında qalsın ki, əlimdə qalan qiymətlərin hamısı sonuncu şərti ödəyirsə, bax, bu şərt, sonuncu şərt budur. Əlimdə qalan ədədlər də budur. Deyir ki, əlimdə qalan ədədlərin hamısı sonuncu şərti ödəyirsə, bir dənə burada yanlışlıq eləmişik. Bunu silim. Bax, bu yox. Burada şərtdə x böyükdür 5-dən. Yəni 5 daxil deyil, bu tərəfdir. Hə, əlimdə qalan qiymətlərin hamısı sonuncu şərti ödəyirsə, burada artıq digər şərt çəkmirik. Yəni başqa bir şərt blokuna ehtiyac qalmır. Əgər bu şərt, buradakılar bu şərti ödəyirsə, bu ədədlər bu şərti ödəyirsə, başqa bir şərt blokuna ehtiyac olmur. Yox, əgər ödəmirsə, əlimdə qalan ədədlər şərti ödəmirsə, o zaman yerdə qalan ədədlər üçün də əlavə bir dənə şərt bloku çəkilməlidir. Və burada da demək, bir şərti ödəmir burada. 1, 2, 3, 4, 5. Ona görə əlavə bir şərt bloku çəkirik. Başa düşdünmü? Bəs ödənsə necə olacaqdı? Bax, tutaq ki, ödəsəydi, heç nə, 2 dənə şərt bloku olacaqdı o zaman. Əgər şərt ödənilərsə, əlimdə qalan ədədlər, qiymətlər şərti ödəyərsə, 2 dənə şərt bloku çəkiləcək. Yox, ödəmirsə, bir dənəsi də əlavə